Hamınıza salam dostlar. Necəsiz? Qurd dərmanı veririk. Toyuqlara vereceğim daha doğrusu. İlk önce hinduşkadan başlayayım dedim. Hinduşkanı da bırakın bayra. Hinduşkanı indi şeylim gerek. Qurd dərmanı vereyim, dayı bayra bırakmayayım. Sonra yedirtərəm. Buna mən dərmanı vereyim. Hinduşkalara. Çıxma bala, çıxma. Hinduşkalara 2 hissəsini verilir bu dərmanın. Baxın belə bir dərmandır. Çox yaxşı dərmandır qurd dərmanı olaraq. 2 hissəsi hinduşkalara verilir, 1 hissəsi toyuqlara. Baxın belə 2 hissəsi. Aç ağzını. Yedi. Qoy bunun üstünü bağlayaq. Qalsın. Sonra 1-2 saatdən sonra çıxartıp yemin suyunu verirəm, bayra bıraxaram. 2 saat müddət lazımdır. 9:21'dir, yəni ondan işləyib. Biraz gece oldu. Başım karışmış. Gec durmaktan değil yani. Sekizde durmuşam. Düz biraz geçti. Dərman vermək üçün biraz gec olub. Oy. Bismillah. Dünənləri bu arada bir lider çolpam itdi. Bilmədim day. Harda qalıb, harda ölüb. Heç bir məlumatım yoxdur. Ay necə eləyim mən? Ki çıxmasınlar bayra. Tək də çox çətin deyil. Liderlər də sırtıq kimi, mal kimi gəlirlər adamın üstünə. Qaçmaq deyə bir şey yoxdur bunlarda. Axır ki bir güc bələ ilə keçdim içəri. Yola bura nə günə qaldı buralar. Ay yetim. O eşək boyundan olub. Toyuqcu qalmasın dayağın altını öldür boyacaq. Bura nə gündədir. Sabah təmizliyim gerek buranı. Hardan başlayayım özüm də bilmirəm. İlk önce qazları, toyuqları, qazları, ördəkləri çıxartın bayra. Bunlar mən necə çıxartacağım? Yusuf da yoxdur ki kömək eləsin. Çok çatlı olacak, çok. Yoksa ben söyleyeyim, onları salım içeriye, içeri. Tutum oradan dərman verin, bayra bura baxım. Baxım el eləyebilirsem el eləyim. Yok anlamı yok, bu imkansız bir şeydi. Yarısı girdi, yarısı girmedi. Bunlar da burada kalsınlar. İndilik biraz azalmış olar. Ellerim battı. Allah inanmıram heç verəcəyimə də inana bilmirəm. Hinduşkadan başlayaq. Biz ən yaxşısı bayra bıraxaq. Heç olmaz yemişsə də nə olacaq? Əsas o da oy çıxdı. Bəla gəlmiş çıxdı. Bir toyuq çıxdı, onu necə tutacağım özümə bilmirəm. Dərmanımızı da alayım. Dərmandır da nə? Əllərimin kusuruna baxmayın. Toyuqları tutanda biraz batdı. Verdim, bu getdi. O toyuğu necə tutacağım onu da bilmirəm. Gəl. Qabağına atın, bəlkə yiyər özü. Heç inanmıram ama yenə də eləyim. Ye. Vitamin dərman, qurd dərmanı. Xalarımız töküləcək. Bunu alıp koyayım.
Baxın, qalsa əmmə də vermək istəyirəm onun toyuqlarından. Mən bu toyuğu tutum, görüm tuta bilirəmsə. Tuttum bu arada dostlar. Heç özüm də bilmirəm necə tutdum. Onu bilirəm ki, tutmuşam. İlk toyuğumuza da dərman verək. Bunlara 3-dən 1 hissə, yəni belə. Aç ağzını. Mən buna rahat oldu. Evdəki hündüşka ballar var idi, 4 dənə. Onlara da verdim. Onlara 3-də 1 hissəsinin də 2 hissə, necə deyim, 3-də 1-ə böldüm. O 3-də 1-ə böldüyüm birinin də ki, yarıya bölüb verdim. Yəni ki, 6-da 1 hissəsini vermişəm, belə düşünün. Gəl sənin gedək. Bunların iğnələri vurulub, yəni qurtarmanın buradakı yox idi. Bildiniz məncə necə verilir qurd dərmanı, nə edilir? Qurd dərmanı 2 yox, təxmini bir 3-4 ayından sonra, 2 ayından sonra, yəni yaxşı baxıldıqda 2 aydan sonra vermək olur. Yəni, dediyim kimi 3-də 1 hissəsini vermək olur toyuqlara və yaxud çolpalara. Hündüşkalara isə 3-dən 2 hissəsini verilməlidir. Hündüşkalardan biraz cüssəsi böyük olduğu üçün artıq verilməlidir və 2 aydan bir qurd dərmanı verilməlidir və yaxud 3 aydan bir. Bu qurd dərmanı çox belə kalitəsiz deyilə bir. Çünki çox ovulub gedir. Bilmirəm, əvvəlkilər elə deyildi. Bu çox ovulub gedir, bilmirəm. Maddələri kalitəsiz üretməyə başlayıblarmı, nədir? Ya dərmanı elədir. Amma əvvəl bərk idi. Tableti çıxartıram şeydən, yerindən. Əyilib qırılıb, ovulub gedir. Neyse, mən biraz toyuqlara dərman verim, dönürəm. Bu arada bunu da yeni fikir verdim. Bu dostlar şeydir. Dönənləri görməyib başını əzdiyim heyvandır. Qara kürtün balasıdır, təəssüf ki düzəlmir. Dönənləri yaxşılaşmışdı, gəzirdi, qaçırdı. Axşam yenə nəsə olub bu. Hal qalmayıb bunda. Təəssüf. O dünənlər çox yaxşı idi vəziyyəti. İndi baxın. Təəssüflər olsun. Olur belə şeylər təsərrüfatda. Belə başıma gəlməmişdi, tapdalayıb heyvanı öldürüm. Öz təsərrüfatımda. Nəzər olsun. Çox təəssüflər olsun ki, oldu belə bir şey. Biraz verdim toyuqlara. Hündüşkaya verəndim, mən çəkdim deyəsən, hə. Biraz liderlərə verdim, sonra bir xoruz çıxdı bayrağa, qaçdı. Qırmızı xoruz var, bu döyən. Bu heyrəti dönmə döyən xoruz çıxdı, qaçdı bayrağa. Çox qalıb indi, verilməli, dərman verilməli, heyvan çox qalıb. Davam eləyək. Görürəm ki, bu heyrəti dönmə, yəni Qaramurad liderlərə tutur, yəni cütləşməyə hazır heyvandır. Həmçinin qırmızı da elədi. Digər xoruzlar, beşələri bilmirəm də. Məncə onlar hələ ki gəlməyiblər. O vaxta gəlməyiblər, hələ ki qızışmayıblar. Biz davam eləyək. Bitdi. Dərman bitdi, yəni hazırladığım dərman bitdi. İçəridə də səhv eləmirəmsə 4 dənə falan qalıb məncə. Ya 3 ya da 4 dənə qalıb. Toyuqlar uçub çıxırlar. Əsas odur ki, mən onlara verdim dərmanı. Çıxsalar da o qədər də böyük problem deyil.
Deyəsən qurtardı. Bilmirəm qurtardı yoxsa yox. Qurtarana oxşur. Yox, qurtarmayıb belə ki. Təəssüf ki, dünənki halında olsaydı hal-hazırda çox yaxşı olardı da, amma ki təəssüflər olsun. Baxın, belə çıxartdım tableti. Baxın, bu 3 hissəsini görürsünüz, əllərim batıqdır, ona baxmayın. Baxın, 3 hissəyə bölündü. İçəriyə baxaq, görüm neçəsi qalıb. 1-i, 2-si, 3-ü, 4-ü qalıb. Əmin toğlarına tam çatan deyil. Bir tablet dolara lazım olacaq. Mənə də bir tablet lazım olduğundan məcbur onlar üçün çatan deyil. Heç nə olmaz. Nənəmdə olmalıdır. Yedilər birin. Yazman çıxdı üstünə baxmamaq. Yedi hansısa. Yedi birin. Allah bəlavızı verməsin. Bayaqdan güclə ağzımıza tıxıyıram, indi də özləri yiyiblər. Hansıydı görəsən? Heç olmaz 2 qat təsir göstərər. Günah məndə, niyə açıq qoyub gedirsən? İstəyirəm bu cücələrdən də bəzilərinə verim, böyük, cüstəsi böyük olanlara, xırdalar qalsın. Qutarım, davam eləyək videomuzu qaldığı yerindən. Beləliklə dərmanları verib bitirdim. Geriyə qaldı 4 tablet. Bu da əmmin duyğularına harasına çatar, onu bilmirəm. Yəni hansına çatar, daha doğrusu harasına çatar, neydi? Bunlar qalsınlar biraz, o dərman bunlara otursun deyək. Təsirləsin daha doğrusu. Sonra bunları yemin və suyun verəcəm. Cücələrə də bəzilərini verdim. O qara kürtün 2 balasına mütləq şəkildə verdim. Digərlərinə bir 3-4 dənəsinə də ki, çox az, yəni çatdığı qədərini 4 dənəsinə deyəsən verdim, ya da 3 dənəsinə. Saat neçədir? 10:25. Təxmini 1 saatdır ki, mən burada bunlarla əlləşirəm. Hündüşkamızı bir yarım saatdan sonra buraxa bilərik. Kürt hündüşkanı daha doğrusu. Hündüşkamız dedikdə kürt hündüşkanı buraxa bilərik. Çünki onu ilk başda qurd dərmanı vermişdik. 1 saat o buraxıla bilər. İndi burada 2də 1 hissəsi bəlkə də qalmayıb. Hamısı uşa çıxıb bayra. Onlar təbii ki, bunlardan öncə su zad içdilər, ot yedilər. Təbii ki, dərman təsir eləyəcək, eləməyəcək, təbii ki, eləyəcək. Amma ki, belə eləyəndə daha yaxşı olur da. Liderləri saymaq istəyirəm bir tərəfdən. Çünki daha da azdır. Bilməm, bayra çıxdılar mı onlarda, o da can da yoxdur ki, uçub çıxsınlar bayra. Beş dənə var. Axşam 7 dənə idi. İkisi burada. 2 3 4 aşağıda da 5-incisi. Yəqin ikisi bayra çıxıb deyə fikirləşirəm. Amma dəqiq bilmirəm. Bunu tutmalı çötün oldu, beçəni. Canım çıxdı da. Oradan bura tullanır, buradan ora tullanır. Çox yordu məni. Videomuz bu qədər olsun. Sizlərə də qurd dərmanı haqqında məlumat da verdim. Öz heyvanlarımda qurd dərmanı verdim. Və hansı qurd dərmanıdırsa onu da dedim. Baytardan sonra dəyərsiz baytarınıza sarı rəngdə qurd dərmanı göstərmişim. Şəklini çəkərsiniz, videodan alarsınız. Çox yaxşı təsir edir. O qurd dərmanından başqa qurd dərmanı mən işlətmişəm də, yəni çox işlətmişəm qurd dərmanı. Ağ rəngində var idi, yumru tablet, toz halında suya qatan var idi, yemək qatan var idi. Amma ki, bu sarı dərman kimi dərman mən görməmişəm. Tövsiyədir bu, reklam deyil.
1.50-yədir bizdə. 1 manat 50 qəpiyə almışam mən. 2 paçkasına 3 manat verilib. Yəni çox yaxşı qurd dərmanıdır. Tövsiyə edirəm bir daha. Çox yaxşı qurd dərmanıdır. Qurdların da tökür. Yəni 40-dır, qurddur, yox edir. Bu qədər idi dostlar. Mən hər bir dərmanı sizə yoxlamadan deyə bilmərəm. Yoxladıqdan sonra mən neçə ildir o dərmandan istifadə edirəm. Heç bir toyuğuma da ki, heyvanıma mənfi təsir göstərmir. Əksinə müsbət təsir göstərib, qurdları və yaxud 40 xəstəliyini kəsib. Çox şükür Allaha. Sağ olun, salamat qalın. Videonu bəyənməyi unutmayın. Sizlər üçün burada əziyyət çəkib video çəkirəm. Bu əziyyətimi də bir bəyəni və kanala abunə olmaqla göstərə bilərsiniz. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidlə. Hələlik.